Dambrastasın qabağındakı Qarabağ, Murad Musayevin o qabağın qarşısındakı olduğu Qarabağdan zəifdir. O Qarabağ daha güclü Qarabağ idi. Çünki gücü Avrokuboklarla yox. Niyə ki? Yəni adi elə primitiv bir müqayisə. O dönəm səhv etmirəmsə Avropa Liqasında oynayırdı Qarabağ, amma bu mövsüm Çempionlar Liqasında oynayırdı. Qarabağ tarixinin ən ağır Avropa yürüşünü bu mövsüm keçirib. Oradan səndən razıyam, həmfikirəm. Amma bundan razı məncə düşün ki, Murad Musayevin Sabahından indiki Sabah daha güclüdür. Bu mövsümü düşün. Qarabağı təkcə Sabah 2 oyunda udmayıb ki. Kəpəz də 2 oyunda udub da. Kəpəz də bacarmadı. Onda komanda Kəpəzin də səviyyəsi Sabah kimi level qalxıb. Yəni Sumqayıt da udub da Qarabağı bu mövsüm. Yəni bu kimi arqumentlər də var. Yəni hər şeyi məncə yükləmək ki, Sabah gücləndi və Qarabağ eniş, Qarabağın zəifləməsinin zəif çıxış etməsinin arxasında ən birinci səbəb Çempionlar Liqasında itirdiyi gücdür. Əslində Qarabağ zəif çıxış eləmir məncə. Bu gün düşünək ki, Kəpəz və Sumqayıt oyunda itirilən 9 xal olmasa, komanda bu gün çempionluq mübarizəsində arada bir xallıq fərq var. Və o oyunlarda da qələbə qazanmaq ki, yanaşı qoyaq da, yəni favorit Qarabağdır. Yəni futbolda sadəcə belə hallar olur və sırf Kəpəzlə son məğlubiyyəti demirəm, amma Sumqayıta məğlubiyyət və Kəpəzlə birinci oyundakı 0-2 məğlubiyyət, o iki oyunlar sırf Qarabağın Avrokuboklardakı mübarizəsinin qurbanı dəmli iki oyun. Son oyunu qoyuram kənara. Son oyuna komanda kifayət qədər əsassiyyətlə çıxmışdı, mübarizə aparmağa çalışdı və o oyunda da təbii ki, hakim səhv olmuşdu.